Mən istəmirəm ki, dünyaya uşaq puluna görə övlad gətirsinlər. Onlar bu dünyaya övladı sevgidən gətirməlidirlər. Mən Azərbaycan vətəndaşlarının bir nümayəndəsiyəm. Az çox danışmağa bacaran, az çox təcrübəsi olan, jurnalistika təcrübəsi keçmiş olan bir adam kimi. İnan mənə ki, Azərbaycan dövlətinin 2020-ci ildə və 2023-cü ildə qazandığı qələbədən sonra məsuliyyəti 100 dəfə artıb. Onda biz yarımçıq bir dövləti qorumalıydıqsa, indi biz 100% bir dövləti qorumalıyıq. Və onun məsuliyyəti kimin boynundadır? Biri TikTokda, biri nə bilim harda, biri orada, biri burada. Nə olacaq bunun axırı? Mən bir arxayınlığım var, efirdən sonra sənə deyərəm. Populist olmadığım üçün burada demək istəmirəm onu. Müsahibədən sonra onu deyəcəm. Ayrılıq da al. Yox, bunu sənə bağışlamamışam. Mən dəsmalı həmişə üstündə gəzirirəm. Şahin. Köhnə rız zarardan qalıb. Ki, yanında xanım ağlayanda dəsmalı. Həm də arada kiməsə atasan, hə, belə? Yox, dəsmalı atma. Duelə çağırmaq üçün. Mən duelə çağıram. Sən. Mən həmişə duelə çağıram. Qılıncını sivirəm. Mənim haqqımda belə rəy yaradırlar. Sonra da çıxıb danışanda hamı deyir ki, Ulvira, qadan alıb. Mən yazıq. Allah hamd olsun, bəlkə də Azərbaycanda məndən naturaca, mahiyyət etibarilə ilə rəhimdil adam yoxdur. Valla. Ciddi deyirsən. Ciddi deyirəm. Allah haqqı.